Bakının mərkəzində Sabah rayonu ərazisində yerləşən yaşayış binasında mənzildə yanğın baş verib. Hadisə Lev Tolstoy küçəsində yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzildə qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə 112 qaynar telefon xəttinə Sabah rayonu Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları hadisə yerinə operativ şəkildə cəlb olunaraq vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, binada yaşayan sakinlərin təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürmə qurtarma qüvvələrinin maneəsiz fəaliyyəti üçün zəruri tədbirlər görüblər. Polis əməkdaşları tərəfindən operativ müdaxilə nəticəsində vətəndaşlara əleyh qazlar təqdim olunub və mümkün tüstüdən zəhərlənmə hallarının qarşısı alınıb. Hadisə ilə bağlı təbib də açıqlama verib. Məlumata görə fevralın 17-sində saat 11:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbəl rayonu Lev Tolstoy küçəsi 7 ünvanında yanğınla bağlı çağırış daxil olub. Ünvana 5 təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadaları tərəfindən 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən yanıq mərkəzinə hospitalizasiya olunub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın tam söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. Hazırda yanğının baş vermə səbəbləri ilə bağlı müvafiq araşdırma aparılır.